you repeat? Ito pagkirin ba doon ka rin siya? Maliki po basta maram ka ni mga kinasa ng tsawa kang umakagot. Biz təklikdə qalmalıyıq. Mən onun həyat yoldaşıyam. Xoşbəxt etdik. Çekil efendim, çekil kapını. Gəlin bədəninə yağ sürtür ki, bəy onu məcburi yatağa çəkmək istəyəndə, Çox xoşbəxtəm. bacı hər şey yaxşıdır. Əgər evdən bu cür səslər gəlirsə, demək ki, hər şey qaydasındadır. Ben de kendimin kardeşi kimi onu diyebilirim ki Allah mübarek eləsin. Nəsə qaş göz elədin mənə, başa düşmədim. Bu nə bitkisidir? Daha dərinə getmək istəmirəm. Xeyr, qız qalmalıdır. Etiraz eləyə bilməz. Əgər belədirsə, həqiqətən möhtəşəmdir. Ay ələ, sənə qurban olarım. Gəl biz toy edək səni. Qarilla mühafizəçiləri kəndi ilə tanışdığımız davam edirdi. Təxminlərim məni yanıltmamışdı. Bura həqiqətən maraqlı idi. Necə deyərlər, bələdçimiz Boskonun arxasınca düşüb, əsas məqamları gözdən qaçırmamağa çalışırdıq. Onun ayağındakı nədir elə? Bu musiqi alətidir. Milli rəqslərimizi oynayanda ayağımıza bağlayırıq. Onu yerli dəmirçilər hazırlayırlar. Buyurub işləri ilə tanış ola bilərsiniz. Burada dəmirçilər müxtəlif alətlərin, eləcə də ənənəvi silahların necə hazırlandığını nümayiş etdirirlər. Belə ki, dəmiri isitmək üçün heyvan dərisinə 2 çubuq bərkidilir. Onu hərəkət etdirdikdə yanan ocağa hava öfürülür və bununla da istilik sabit qalır. O işləyəndə nə deyir elə? O daha da həvəslənmək üçün qoma qoma, yəni ki, haydi, haydi, haydi deyir. Əslinə qalsa bu Azərbaycanda da var, qədimdə də olub. Dəmirçilər közü daha da alovlandırmaq üçün müxtəlif üsullardan istifadə edərdilər. Burada biraz fərqlidir. Dərini tən ortadan bölüblər. Üstəlik də ki, ağsaqqal qoma qoma deyir. Yəni daha tez iş görmək üçün özünə motivasiya verir. Bəlkə də oğluna motivasiya verir. Amma motivasiya alana oxşamır. Çünki yaman kameraya baxır, özdə ləng işləyir. Bilinir ki, məhz turistlərin gəlişi üçün dərdən qabıqdan çıxır. Aha. Gəl gedək, çox yormayaq bunları. Bu ərzaq üçün saxlancdır. İçinə taxıl məhsulları, buğda, arpa, qarğıdalı və s. yığırıq. Bəs bu səbətlərin içində ərzaqlar xarab olmur? Deyirsiniz işə yarayır? Hə, əlbəttə. Hər bir taxıl çeşidi bu cür ayrı-ayrı yerlərdə saxlanılır. Adətən varlı ailələrdə belə səbətlərin sayı çox olur və məhsul 5 ilə qədər xarab olmadan qala bilir. Siz inanırsınız, belə bir yerdə 60 ay həsirdən, samandan hazırlanmış bir yerdə taxıl məhsullarını andaman eləyirlər ki, necə lazımdır saxlaya bilirdilər. Əgər belədirsə, həqiqətən möhtəşəmdir. Sizə Ruandalıların ənənəvi yağ hazırlama üsulunu göstərəcəyik. Yağı hazırlamaq üçün südü belə bir qaba boşaldırıq və yağ əmələ gələnə qədər yaxşıca çalxalayırıq. Bizim ölkədə də yağ belə hazırlanır. Bizdə də belədir. Bəli, bəli. Fərq bircə ondadır ki, hazırladığımız yağın qabı saxsıdan olur. Beləliklə yağ qablara boşaldılıb süzülür. Artıq qalan məhsuldansa bədən losyonu kimi istifadə olunur. Bizdə burada həm də bal hazırlanır. Ənənəvi balı belə çəlləklərdə hazırlayırıq. Çəlləyin bir tərəfi palçıqla hörülərək, orada 2 dəlik açılır. Bu dəliklər arıların içəri girib çıxması üçündür. Bal hazır olduqda isə onu çəlləyin arxa tərəfindən açıb götürürük. Görürsünüz burada bal necə hazırlayırlar, bal yeşikləri necə olur. Bizdə normalda arını bəsləmək üçün, bal hazırlamaq üçün xüsusi yeşiklər düzəldilir. Təbii ki, bu da böyük bir məsrəf tələb eləyir. Demək ki, bal istehsalında qənaətli variantlardan istifadə eləmək mümkündür. Texnoloji vasitələr olmamışdan əvvəl biz onu bu üsulla hazırlayırdıq. Qarğıdalı, buğda, bir sözlə bütün taxıl məhsulları daş üzərində belə üydülürdü.
Murad, elə bilirlər ki, biz təəccüblənəcəyik. Ola bilər, orada turistlər var. Onların nənələri, bibiləri, xalaları bu işlərlə məşğul olmayıblar. Amma bizim əl dəyirmanımız olub dədə-babadan. İndiyə qədər var. İndiyə qədər var. Xınalıqda biz olmuşuq, qəşəng üyüdürlər, ağır daşlardan. Özdə bunlarda biraz sadədir, amma bizdə əl dəyirmanıdır belə. Nənələrimiz onu o zəhmətkeş, o gözəl əlləri ilə belə onu üyüdürdülər. Sonra ondan qəşəng təndir çörəyi bişirirdilər, qəşəng un məmulatları hazırlayırdılar. Bu sülh səbətidir. Sülh səbətidir, amma bu ad günlərdə, bayramlarda, toylarda onun içində hədiyyələr daşıyırlar. Mas sekarang kita kan kan zopong girim badu kon icha meni ki você maram gani be kirazan icha kagum kagum zo yuma chita te chamatan ne angate. Di sama ni wa gani kutan di hinda ni mungara wen Guma. Mən sizə deyim ki, dəyərli dostlar, Eminem var, dünyada ən çox sözü tələffüz eləyə bilən tez bir zamanda reperdir. Yəqin ki, tanıyırsınız, müğənnidir, reperdir, nədir, qocalmışam daha bilmirəm. Amma bircə onu bilirəm ki, Eminem geçsin, işin gücünü də alacaksın. Sənin adın nədir? Pascal. Pascal? Bəli. Mən deyim ki, dünyada ən çox sözü çevik şəkildə tələffüz eləyə bilən adam mən düşünürəm ki, elə Pascal'dır. Can you repeat? Di zopong girim badu kon icha meni ki você maram gani be kirazan icha kagum kagum zo yuma chita te chamatan ne angate. Di sama ni wa gani kutan di hinda ni mungara wen. Di gara mata puna kakarasan mo manu mo. Guma. Murat, guma. Very good. Bu nədir? Nanə. Bu nanə bitkisidir. Biz ondan öskürəyin qarşısını almaq üçün istifadə edirik. Deməli belə başa düşdük ki, Pascal yerli təbibdir. Yəni onlar otlarla insanları müalicə edirlər. Herbalist deyək. Herbalistdir və o deyir ki, bu nanədir. Açığı bizdə belə bir nanə yoxdur. Qoxusu gəlir elə bil bax. Nanə oxşayır. Nanəyə oxşayır. Hə, iyi oxşayır, biraz oxşayır. Hə, bunu deyirlər ki, öskürəkdə istifadə edirlər. Bu isə rozmarindir. Bu bitki bel ağrılarında istifadə olunur. Murad, bu rozmarindir. Deyir ki, bel ağrıları üçün çox yaxşıdır. Sənin belin ağrıyır deyəsən, o gündən ağrılıq qaldırmışdın. Xeyri olar görəsən. Dərmanı verdiyin pulu hələ bir ki, bura vermişsən də, havayı başa Xeyri gələrdirəcək. olmasaydı qardaş ayaq üstə bütün gün dayanmazdı. Doğrudan da xeyri var. Xeyri olmasaydı Murad düz deyir. O ayaq üstə dayananməzdi. Saatlərlə qoma deyənməzdi. Qoma. Hə, bu da aloe. Yes. Aloe vera. Vera xala var. Həmişə o yadıma düşür. Köhnə bizim qonşumuz Vera xala. Semiskalardı ondan. Yadıma gəlir Murad qonşuluqda. Bu boyda stəkanda semişka idi. İçində üçgənlər. Hə ki, içində 2-3 dənə semiska olurdu. Allah rəhmət eləsin. Bəlkə də ola bilər tamaşaçılarımıza maraqlı olsun. Afrikanın ucqar kəndlərində aloe veradan nə üçün istifadə edirlər? Yanıqlar üçün, sonra Murad nə üçün? Yaralar üçün, Əziklər üçün. əziklər üçün. Ən əsası üzdəki sızanaq probleminin həlli üçün istifadə olunur. Əgər yoxlayın, effekt versə, xahiş edirəm videolarımızı bəyənməyi unutmayın. Üstəlik də səhifəmizə abunə olmağı unutmayın. Xahiş edirəm, nə olar? Zarafat elə, əgər bəyənirsə bəyənin, bəyənmirsə bəyənin. Yəni də sağ olun. Nestasiamdır bu bitkinin adı. Bu keydici otdur. Basil. Bu kişilər üçün yaxşıdır. Nəsə qaş-göz elədin mənə, başa düşmədim. Bu nə bitkisidir? Basil bitkisi. Aha. Nə üçündür o? Kişilərə çox bir köməyi var. Onu içəndən sonra dərin hissiyatlar keçirəcəklər. Yox, harda keçirdəcəklər? Yox, deyirsən ki, dərin hisslər keçirdilər. Nə hisslər keçirdilər? Ona qalsa mənim də sənə qarşı dərin hisslərim var. Çünki uşaqlıq dostumsan, sən mənim qardaşımsan, canımsan, ciyərimsən. Biz səninlə nə badirələr açmışıq, ölümlərdən keçmişik az qala. Yəni, nə hissi keçirəcək? Yəni, onu deyir. Öz prostellə problemi olan
da dərinə getmək istəmirəm. Sən dərinə getmirsən, qoy mən gedim də, xahiş edirəm. Dəyərli dostlar, Murad bilirəm ki, biraz da danışsa, burada aləm qarşılayacaq bir-birinə. Gördüm pastel, 18 plus sal, I love you, belə şeylər, yəni ki, o söhbətlərə gedir. Mən sizə qısa deyim, biraz da ədəbi dillə. Cinsi zəiflik problemi olan kişilər üçün bu, yəni dərmandır da, dərman, yəni otdur. İstəyirsinizsə bu problemi həll eləyəsiniz, mütləq şəkildə bilet alırsınız, gəlirsiniz Ruandaya, onun şimalına, rahat şəkildə bunu əldə edib müalicə ala bilirsiniz. İmkanı olmayanlar da Allah şəfa versin, amma dediklərimə çox da inanmayın. Çünki mən Paskalın qova deməyindən bilirəm ki, yəni bu effektli olmaya bilər. Getdi. Biz Ruandalıların adətlərinə görə toyu qız və oğlanın valideynləri təşkil edir. Bəylə gəlinin bundan xəbəri olmur. Bunun üçün bir olub, gənclərə ev tikirlər. Əgər fikir verdinizsə, gəlinin arxasınca səbətlər gətirilirdi. Qız və oğlan evi gənc ailəyə dəstək olmaq üçün səbətlərə ərzaq məhsulları, taxıl, qarğıdalı, düyü və s. doldururlar. Və bütün bunları əvvəllər araba ilə daşıyırdılar. Qız evi gəlir, qız evi. Yəqin ki, gəlin gətiriləndə öndə gedən adamın başında saxsıdan küpü də gördünüz. Əsl toy zamanı isə onların sayı 2 nəfər olur və küplərin içində banan pivəsi gətirilir. Sonra o pivəni gələn qonaqlara verirlər ki, məclis daha da şən keçsin. İnsanlar şənlənəndən sonra valideynlər kimin kiminlə evlənəcəyini elan edir. Bu xəbər evlənən cütlük üçün çox böyük sürpriz olur. Çünki gəlin və bəy ailə quracağı adamı yalnız toy günü görür və həmin şənlik mərasimi onların toy məclisinə çevrilir. Qırğın gedir, toya gəlmişik. Qızı apardılar, apardılar. Qızı apardılar. Yes. Biz təklikdə qalmalıyıq. Bəli, mən onun həyat yoldaşıyam. Düz deyirsən. Xoşbəxt getdik. Çəkil qapını. Gecə isə gəlin bədəninə yağ sürtür ki, bəy onu məcburi yatağa çəkmək istəyəndə əlindən sürüşüb qaça bilsin. Buna səbəb bəzən ilk toy gecəsində qızın oğlanla yatağa girməyə çəkinməsidir. Necə deyərlər, bu qaçdı tutdu, 2 gün davam eləyə bilər. 2 gündən sonra yağ sürüşmə qabiliyyətini, effektini itirir və bəylə gəlin bir-birinə qovuşur. Hop! Yaxşı qurtardı. Mən də gəlinin bir qardaşı kimi onu deyə bilərəm ki, Allah mübarək eləsin. Əladır. Biz çox xoşbəxtik. Xoşbəxtəm, çox xoşbəxtəm. Bacı, hər şey yaxşıdır. Soruşur ki, salamatçılıqdır, yəni içəridə narahatçılıq olmadı ki. Bu proses zamanı uşaq, oğlan, kişi, bir sözlə kənddə nə qədər adam varsa, hər kəs evin başına yığışır və evə qulaq asırlar. Əgər evdən bu cür səslər gəlirsə, demək ki, hər şey qaydasındadır. Bəy öz vəzifəsini yerinə yetirə bilib. Yox, əgər sakitçilikdirsə, səs gəlmirsə, demək ki, oğlanın hansısa bir problemi var və oğlanı müalicə üçün yerli təbibin yanına göndəririk. Bizdə də buna oxşar bir ənənə var. Yengə deyirdik biz. Toy gecəsi pusurdu qapını. Daha bütün kəndi yoxdur. Yəni bir nəfər olardı. İndi
Səhv eləmirəmsə heç çoxlarında o da yoxdur. Həmin ənənə yoxa çıxmaq üzrədir. Bəlkə də var, amma mən eşitdiyim qədər, müşahidə elədiyim qədər artıq o yoxdur. Toydan əvvəl cehizlik inək, keçi, qoyun və s. aparılır. Heyvanların sayının az və ya çox olması isə ailələrin imkanlarından asılıdır. Birdən qızın oğlandan xoşu gəlmədi və çıxıb getmək istədi. Onda necə? Xeyr, qız qalmalıdır. Etiraz eləyə bilməz. Bəs qız mütləq bakir olmalıdır? Bəli. Demək bəli. Bəs birdən olmasa? Əgər olmasa, qıza verilən hədiyyələr geri qaytarılır. Qızın özünü isə ata evinə göndərirlər. Bu cür maraqlı məlumatlara görə təşəkkür edirik. Çox sağ olun. Təşəkkür eləyirəm. Möhtəşəm səhnəciyə görə çox sağ olun. Bunlar görsən nə otlardan yeyirlər də. Nədir? Basil? Bəzi otlarından. Basil otu. Ay ələ, sənə qurban olaram. Gəl biz toy edək səni. Gəl. Qama, 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 qama. Evlənirik. Evlənirik. Qama, 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 qama. Çox gözəl insanlardır. Çox sağ olun. Təşəkkür edirik. Geniş ürəkli Murad qardaşım. Növbəti dəfə xərc çəkdi. Nə qədər atdın? 500. 500. Min bərəkətdir. Gəl. Heyvanları qırmaqdansa belə bir turistik mərkəz yaradıblar, kənd yaradıblar. Bu kənddə maraqlı adət-ənənələrini nümayiş elətdirirlər və gəlir əldə edirlər. Həqiqətən də təqdirə layiq bir məqamdır. Bunu Azərbaycanda da çox yerdə eləmək olar. Varımızdır, çoxdur, amma ki, mən düşünürəm ki, Azərbaycanın mədəniyyəti o qədər zəngindir ki, o tarixə, o mədəniyyətə, o incəsənətə malik xalq üçün turistik yerlərimiz hələ də azdır. Restoranlar var, bəli, restoran var, kafelərimiz var. Restoran, Bu başqa bir şeydir. Restoran, kafe hansısa bir konkret olan hissiyatı verir. Belə bir kəndlərdə, belə bir turistik zonalarda bizim adət-ənənələrimizi göstərmək dünyaya böyük. Yəni belə deyək də, bəli, restoranda sən ancaq bəlli bir hissi yaşayırsan, ac idin, yemək yedin, hər şey qaydasında da super. Amma turistlər ölkəni tərk eləyəndən sonra inanın mənə o yeməklər yadlarından çıxacaq. Gedəcəklər başqa bir ölkəyə, həmin yeməkləri tərifləyəcəklər, sonra gedəcəklər bir başqa ölkəyə. Amma Azərbaycanın o qədər mədəniyyəti, tarixi zəngindir ki, biz onlara belə turistik mərkəzlərdə ənənələrimizi nümayiş elətdirib, onların yaddaşlarına əbədi həkk eləyə bilərik Azərbaycanı. Düşünürəm ki, bu mümkündür. Bu üzrə də işlər yetərincə gedir. Ümid edirik ki, daha sürətlə gedər. Qarilla mühafizəçiləri kəndindən çox böyük təəssüratla ayrıldıq. Gördüklərimdən o qənaətə gəldim ki, Ruandalılar zəhmətkeş, əməksevər, hətta nədənsə konfet düzəlməyi bacaran xalqdır. Bəli, düz eşitdiniz. İnəyin nəcisindən sənət əsərləri yaradan da məhz bu xalqdır. Söhbət imiqonqa incəsənət növündən gedir. Qısa deyəcəm, gil, kül, inək nəcisi qarışdırılır, üstəlik alınmış kütləyə bir balaca yaradıcılıq qatılır, olur imiqonqo. Nəysə, Ruanda haqqında daha da maraqlı məlumat toplamaq üçün başqa əyalətlərə üz tutduq. Amma hara baxırdıqsa, gözümüzə tanımadığımız bir bayraq dəyirdi. Sən demə 3 gündən sonra Ruandada prezident seçkiləri olacaqmış. Bu bayraq da məhz hakim partiyanın bayrağı idi. Elə seçkilər haqqında danışa-danışa gəlirdik ki, bir də gördük uzaqda böyük bir izdiham var. 7-dən 77-yə hamı oynayırdı. Necə deyərlər, vur çatlasın, çal oynasın.
Açığı burdakı ab-hava seçkidən çox mənə festivalı xatırladırdı. Toylardakı milli vərdişlərimizə sadiq qalaraq, rəqsə dəvət alanda bir balaca utancaqlıq nümayiş elətdirdik. Daha sonra təbii ki, Ruandalılar yanımızda yalan oldu. Prezident seçkilərində kimə səs verəcəksiniz? Biz Ruandaya layiq olan ən yaxşı namizədi seçəcəyik. Bu prezidentimiz Paul Kagame'dir. Nəyə görə məhz Paul Kagame? Ona görə ki, Paul Kagame dahi liderdir. Onun siyaseti sayəsində ölkəmiz günü-gündən çiçəklənir. Xalq olaraq gələcəyimizi onunla görürük. 3 gündən sonra Ruandada prezident seçkiləridir. Prezident Paul'u dəstəkləyirlər. Yəni hal-hazırki prezidenti düşünürlər ki, Ruanda xalqı üçün, onun rifahı üçün ən gözəl seçim də elə odur. Təbliğat kampaniyasına təsadüf elədi gəlişimiz və buradakı coşqunu gördük, İslamı gördük. Həqiqətən şəxsən mənə çox xoş gəldi ki, insanlar öz prezidentlərini ürəkdən sevirlər. Yəni onların rəqsindən, alınlarındakı axdığı tərdən belə bilinir ki, onların bu sevgisi həqiqətən də səmimidir. Biz bütün Ruanda xalqına uğurlar arzulayırıq. Murat, sən nə deyirsən? Uşağı, qızı, qadını, böyüyü, kocası hamı tələb etdiyində iştirak etmək çox böyük bir prezidentlərinə uğur demək. Düşünürəm ki, xoşbəxt o xalqdır ki, gələcəyə sabaha dinamiklə yanaşır. Sürəkli dinamiklə. Paul Kagame! Bizim lider kimdi? Paul Kagame! Bizi uğura aparan kimdir? Prezident Paul Kagame! Bizi gələcəyə aparan kimdir? Prezident Paul Kagame! Yaşasın Paul Kagame. Yaşasın! Ruandanın gələcəyinə səs verək. Səs verək! Yaşasın Paul Kagame. Yaşasın! 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 Sağ olun, uğurlar! Sağ olun. Salamat qalın. Ruanda xalqına uğurlar arzulayıb növbəti çəkilişlərə yollandıq. 3 gün sonra Paul Kagame 99,18% səs toplayaraq növbəti dəfə prezident seçildi. Və çox çəkmədi ki, Ruanda prezidenti Azərbaycana səfər etdi. Onu telekanallarımızda görəndə isə öz-özümə dedim, mən səni tanıyıram. Sən Ruandalıların sevimlisi Paul Kagame'sən.